Söhbət nədən gedir? Qardaş, sən cərimə bu qədər adamlar cərimə olunur da. Evdə oturduğun deyəsən, mən bu cəriməni ödəməyəcəm. 1 adam, 2 adam, 10 adam, 100 adam, 1000 adam, 3000 adam, 5000 adam, 15000, 20000, 30000, 40000, 50000, 100000. 100.000 adam buna tuta bilər, nə onu vaxtında məhkəməyə vura bilər, niyə heç nə deyəməz? Bir dəfəlik buna bir, o qaçanı hər zaman qovurlar. Anlatabildim? Qaçanı qovarlar. Qaçanı heç kimdə yaddan qaç. Bir dəfəlik bir yerdə duracaq ki, qardaş, ya mən öldür, ya mən səni öldürərəm, bildin? O zaman səninlə hesablaşacaqlar. Bu insan olmaq, şuur olmağın adı fərqi, insanla heyvanın fərqi verdən ki, insanın şuuru var da. Üstün şuura malik insan. Bəzi yerdə baxırsan ki, heyvan insandan şuurlu gəlmək. O qədər, o heyvanlar haqqında filmlər çəkiblər. Ey dadda, sənədli filmlər açıb baxın hələ. Kişi, öküzün birini tutur yolda, da, nədir belə deyək ki, aslandan meşənin polis tutur öküzün birini. Öküzünü qaçır gedir. Bir görürsən, bir sürü gəlir oradan. O, dabdara bir otu yoldururlar o fələklərə. Buyuruzun da güvətirilir filan. Oradan da daha da canavarın ağzından Allah aparır. Burada hamının tanıdığı, hamının hörmət elədiyi adamı gəlirlər məhəllədən 2 dənə serjant qoluna tur aparır. Bir adam demirəm, çıxıb soruşmaq lazımdır. Bunun məhkəməsinə getmək lazımdır, bir maraqlanmaq lazımdır. Hamı bilir ki, hamı bilir. Oğrunun da kim olduğunu hamı bilir. Doğrunun da kim olduğunu hamı bilir. Üzr istəyirəm, uğraşın da kim olduğunu hamı bilir. Ondan sonra, nə bilim, bu qadın alveri, insan alveri, hamı bilir. Onların yaxşı pulu var, məclisə girəndə hamı qabağına girir. O deyirəm, biz adam içine qoyulası adam da öyle. Hamısı da günah özümüzdədir. Cərimə eləmirsən, ödəmə. Ödəmə 100 bin, 200 bin, 300 bin, 500 bin adam cərimə edirlər. 500 bin adama bunlar nə ayıra bilər? Ha, yox, Arifdir. Nə bilim, uşaq tələbədir, oğlum əskərlikdədir, nə bilim, biri türmədədir, başına iş gətirərlər. Belə baba bizi belə, sən zat görən, nə əlaqəsi var? Bax, biz necə belə doğru yapmırıq. Elə də bizə qarşı bunu eləyənlər doğru yapmır. Nə orada adamlıq qalıb, nə burada adamlıq qalıb. Orada adamlıq yoxdur ki, şərriyib tutur adamları. Burada da adamlıq yoxdur ki, şərriyib tutulanın qarşısına çıxıb dur demir, ha kişi. Ona görə biz dedim ki, üzümüz, bax, bir sifət var, ha. Neqirdən qara, kömür qarası. Belə nə bilim, şapalaqla, nə bilim, orada fudradan zaddan vurup küçüyə çıxırıq ki, biz də adamıq. Adamız da döyülük biz, vallahi. Adam olan adamın başına bu qədər iş gəlmez.